Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə əsr edilən avar çəkmə və kano üzrə Prezident Kuboku 2026 beynəlxalq reqatasında növbəti yarış günü başa çatıb. Mingəçevirdəki Kür Olimpiya Tədris İdman Mərkəzində təşkil olunan turnirdə Azərbaycan avar çəkənləri 4 medal qazanıblar. Əlimurad Hacızadə bir nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə ikinci yeri tutub. O, daha əvvəl su qovuşanda 200 metr məsafəyə yürüşdə də gümüş mükafata sahib çıxmışdı. 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə Mustafa Vəlizadə və Elmir Tarverdiyev cütlüyü bürünc. Akademik avar çəkmədə bir nəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov qızıl medal qazanıb. Bu, Azərbaycan komandasının yarışda ilk qızıl mükafatı olub. Ölkəmizə günün sonuncu medalını isə Niyaz Məlikov və İvan Vorobjanski cütlüyü qazandırıb. Onlar 2 nəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə finişə 3-cü çatıblar. Qaliblər medal və müxtəlif hədiyyələrlə təltif olunublar. 4 gün əvvəl İtaliyada olduq. İtaliyada regata, memorial regata idi. Orada mən 3-cü yer tutdum. O yarışa ciddi hazırlaşmışdım. Təxmini 7 aydır ki, əziyyət çəkirdim, hazırlaşırdım. Və o yarışdan gəlib Prezident Kubokunda 1-ci yer qalib oldum. Çoxdandır bu yarışa hazırlaşırdım. Demək olar ki, çox əziyyət çəkmişdim və şükür Allaha qalib oldum. Sabah da 2 nəfərlik qayıqda yarışacağım. İnşallah hədəfim orada da 1-ci yer olmaqdır və Prezident Kubokunu qaldırmaqdır. Yarış zamanı bədənimdə biraz yorğunluq var idi. İtaliyadakı yarış yorğunluğu, yol yorğunluğu, amma mən bunun nəzərə alıb qabaqcadan 3-4 qabaqcadan hazırlanmışdım. Bilirdim ki, belə çətin olacaq. Onun üçün bunu nəzərə alıb məşqlərimi o çətinlikdə görmüşdüm ki, bilirdim ki, belə çətin olacaq, amma mən bunun üstəsindən gəlməliyəm. Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 16 ölkədən 100-dən artıq idmançı iştirak edir. Reqataya mayın 1-də yekun vurulacaq.